Salam olsun izləyicilərimizə. Bu gün 2024-cü il ümumi qabiliyyət imtahanının riyazi hissəsinin suallarını təhlil edəcəyik və bu kanalımızın ilk videosu olacaq. Vaxt itirmədən 41-ci sualdan başlaya bilərik. Burada 397,4 bölünsün 8 bölməməlinin qismətindən 51-i müqayisə eləməliyik. Əslində burada heç bölməni yerinə yetirmədən 397,4 bölü 8-in 50-dən kiçik olduğunu görə bilərik. Nəyə görə? Çünki əgər 400 bölü 8 olsaydı cavab 50 olardı, amma bölünən 400-dən kiçik olduğuna görə cavab da qismət də 50-dən kiçik olacaq. Yəni A B-dən kiçik olacaq. Yox, əgər bunu görə bilmiriksə, normal onluq kəsri 8-ə bölməliyik. Onu yerinə yetirək. 397,4 böl 8. Deməli 39-un içində 4 dəfə 8 var. 32 eləyir. Çıxdıq 7, 7-ni aşağı indiririk. 77-nin içində 9 dəfə vurduqdan sonra 8-ə 5 qalır. Burada bizim tam hissə ilə işimiz qutardı. Nə edirik? Kəsr hissədən 4 aşağı indiririk və bura bir vergül atırıq. Yəni kəsr hissə ilə işləyirik artıq. 54-ün içində 8, 6 dəfə, 6 vur 8, 48, çıxanda 6. Buradan sonra hər dəfə arxasına 0 artırıb, içində 8-in sayına baxa bilərik, davam edə bilərik, amma heç mənası yoxdur. Çünki görürük ki, qismətimiz 49,6 gəlir. Yəni, yenə də 50-dən kiçik olduğunu burada belə görürük, bölməməlini tamamlamamışdan əvvəl. Deməli, A bəndi, yəni A B-dən kiçik olacaq. Yəni, cavab B variantıdır. Əgər burada da onluq kəsiri adi ədədə bölə bilmiriksə, tam ədədə, burada belə bir metoddan istifadə edə bilərdik. Deməli, 397,4 böl 8-i hər birini götürüb 10-a vurardıq. Hər birini 10-a vurduqda, yəni qismət dəyişməyəcək. Çünki həm bölünəni, həm böləni eyni ədədə vururuq. Və belə bir bölməmələ əldə edəcəyik. 3974, 1 vergül sağa keçəndən sonra bölünsün 80. Burada 397-nin tərkibində baxacaq. Çünki 39-da 80 yoxdur. 4 dənə 80, 320 eləyir. Çıxanda 77, 4-ü də gətiririk. 774-ün içində 720-də 9 dənə olduğuna görə burada 720 çıx 54. Yəni bu qalıq olardı. Əgər onluq kəsr almaq istəyiriksə davam eləyərik. Arxasına 0 artırıb bura vergül atırıq. Amma yenə də görürük ki, 50-dən kiçikdir. Yəni cavabımızın doğruluğunu belə də görmüş oluruq. 3 dənə fərqli üsulla. 42-ci suala baxaq. A və B şəhərləri yalnız bir yolla birləşirlər. Bu şəhərlərdən eyni vaxtda qarşı-qarşıya 2 avtomobil çıxdı. Bunu təsvir eləyək bir şəkillə. Belə bir yolumuz olsun. Bura A şəhəri olsun. Burada B şəhəri. Qarşı-qarşıya 2 avtomobil çıxdı. Birinci, eləcə də ikinci avtomobil maneəsiz bərabər sürətlə hərəkət edir. Tutaq ki, buradakı birinci avtomobil olsun. Buradakı da ikinci avtomobil olsun. Bunlar qarşı-qarşıya hərəkət edirlər. İndi görüşdükdən sonra birinci avtomobilə B şəhərinə çatmaq üçün 3 saat, ikinciyə isə A şəhərinə çatmaq üçün 5 saat lazım gəldi. Hardasa gəldilər, bunlar belə bir nöqtədə görüşdülər. Birinci avtomobil belə gəldi. İkinci avtomobil də bura gəldi. Bu nöqtədə görüşdülər. Biz bilirik ki, bunlar bu nöqtədə görüşəndə, burada C nöqtəsi olsun nəsə. Bu nöqtədə görüşəndə bunlar eyni zaman sərf edədilər bura gəlmək üçün. Deməli, A nöqtəsindən çıxan birinci avtomobil C-yə gəlmək üçün x saat olsun. B-də B nöqtəsindən C-yə gələn ikinci avtomobil də yenə x saat sərf elədi bura gəlməkdən ötürü. Davamında isə birinci avtomobilə B şəhərinə çatmaq üçün 3 saat yenə lazım oldu. Yəni B şəhərinə çatmaq üçün birinci avtomobil yenə 3 saat sərf elədi. İkinci avtomobildə A şəhərinə çatmaq üçün 5 saat. Deməli, birinci avtomobil toplam bu yola x üstəgəl 3 saat sərf elədi. İkinci avtomobil isə x üstəgəl 5 saat sərf elədi. Gördüyünüz kimi eyni qədər yola birinci avtomobil daha az vaxt sərf eləyib, amma ikinci avtomobil 2 saat artıq sərf eləyibdir. Bu nə deməkdir?
birinci avtomobilin sürəti ikinci avtomobilin sürətindən artıqdır. Yəni A bəndi. 43-cü suala baxaq. Üçbucaqlı piramidanın hər bir tili bir-birinə bərabərdir. Onların uzunluqları cəmi 30 sm-dir. Burada biz birinci bilməliyik, üçbucaqlı piramida nəyə bənzəyir? Neçə dənə til var? Əslində üçbucaqlı piramidanın n bucaqlı piramidanın 2n sayda tili olur. Və buradan əslində biz 6 til olduğunu başa düşməliyik. Elə çəkəndə də görürük, onsuz da çəkək. Üçbucaqlı piramida. Bu oldu bizim üçbucaqlı piramidamız. Nəyə görə üçbucaqlı piramida deyirik? Çünki oturacağındakı buradakı fiqur üçbucaq olduğuna görə üçbucaqlı deyirik. Neçə bucaqlıdırsa, həmin qədər bucaqlı piramida deyirik. Əgər 4 bucaqlı olsaydı, oturacaqdakı fiqur 4 bucaqlı piramida deyərdik. Və nəyə görə 2n-ə bərabərdir bunun tillərinin sayı? Çünki burada gördüyünüz kimi oturacaqdakı fiqurun hər bir tərəfi bir til olur. Burada 3 dənə til əldə eləmiş oluruq. Və hər təpəsindən neçə bucaqlıdırsa fiqur, o qədər də til çıxmış olur. Gördüyünüz kimi üçbucağın 3 dənə təpəsi olduğuna görə o qədər də til çıxdı. Deməli, n bucaqlı fiqur olanda n dənə til oturacaqda olur. Həmin n dənə təpədən də n dənə til yuxarı çıxır. Yəni n üstəgəl n 2n til olur. Burada 6 til olduğunu tam dəqiq şəkildə başa düşürük. İzah eləmiş də olduq. İndi deyir, bu piramidanın tillərin uzunluqları cəmi 30 sm-dir. Bu piramidanın tilinin uzunluğu, yəni 30-u böləcək til sayına 6, hansı ki 5 eləyəcək. Yoxsa 4 mü? Hansı böyükdür? Deməli, tilin uzunluğu böyükdür. Deməli, x və y elə ədədlərdir ki, x y-dən böyükdür. Ərəd oxunda x-ə uyğun gələn nöqtədən başlanğıc nöqtəsinə qədər olan məsafə, yoxsa y-dən başlanğıc nöqtəsinə olan məsafə. Deməli, burada biz bir ədəd oxu çəkək. Bunu da qeyd eləyək. Burada iki variant əmələ gəlir. Ona görə ikisinə də ədəd oxu çəkək. Sonra izah eləyək. Deməli, burada hardasa 0 nöqtəsi kimi qeyd eləyək. Koordinat başlanğıcı. Deyir, x y-dən böyükdür. Ola bilər ki, yəni burada x və y hər ikisi müsbət ədəd olsun. Onda x hardasa burada olacaq, y burada olacaq. Yəni x böyük olduğuna görə, hər ikisi müsbət olduğuna görə x daha sağda olacaq. Burada 0-a qədər olan məsafə, yəni koordinat başlanğıcı deyəndə 0 nöqtəsi nəzərdə tutulur. Y-dən 0-a qədər olan məsafə daha kiçik olacaq, daha az olacaq. Yəni burada B sütunundakı məlumat daha kiçikdir. Amma indi x y-dən böyük olsun, amma x hər ikisi mənfi olsun. Onda x burada olacaq, y burada olacaq. Mənfi ədədlərdə koordinat başlanğıcına daha yaxın olan böyük olur. İndi x görürük ki, x-dən koordinat başlanğıcına qədər olan məsafə daha qısa oldu. Yəni bu dəfə də A sütunundakı məlumat daha kiçik oldu. Bayaq B-dəki daha kiçik idi, indi A-dakı kiçik oldu. Yəni bunları müqayisə etmək mümkün deyil verilən məlumatla. Ona görə C variantı doğru gəlir. Burada fərqli variantlar da ola bilər, ola bilsin biri müsbət olsun, biri mənfi olsun, amma o variantlarda da yenə mümkün olmur onlardan koordinat başlanğıcına olan məsafəni müəyyən eləmək, müqayisə eləmək belə. 45-ci suala baxaq. Deməli, x y-dən kiçikdir, y də z-dən kiçikdir. İndi bizdən x-5-in mi, z-4-ün mü böyük olduğunu soruşurlar. Deməli, burada əgər biz bərabərsizlikdə bilirik ki, x y-dən kiçikdirsə və y də z-dən kiçikdirsə, onda buradan belə bir bərabərsizlik almış oluruq ki, x z-dən kiçikdir. İndi əgər x z-dən kiçikdirsə, deməli, açıq-aşkar x çıxılsın 5 kiçik olacaq z çıxılsın 4-dən. Nəyə görə? Çünki x onsuz da z-dən kiçik idi.
Hətta bu dəfə x-dən daha böyük ədəd çıxdıq, amma z-dən daha kiçik ədəd çıxdıq. Yəni 4 çıxdıq, x-dən 5 çıxdıq. İndi daha da, yəni bunu yenə deyə bilərik ki, z minus 4 daha böyük olacaq. Hətta x minus 4 olsaydı, z çıx 4 olsaydı, yenə də bu ifadə bundan böyük olmuş olacaq. Niyə? Z x-dən böyük olduğuna görə hər tərəfdən bərabərliyin hər tərəfindən 4 çıxdığımıza görə z minus 4-ün yenidən böyük olduğunu görürük. Deməli, B sütunundakı məlumat daha böyükdür. Düzbucaqlı üçbucağın hər bir tərəfinin uzunluğu 4 sm-dən azdır. Bu üçbucağın sahəsi yoxsa 8 kvadrat santimetr. İndi düzbucaqlı üçbucağın əgər hər bir tərəfinin uzunluğu 4 sm-dən azdırsa, biz burada necə bir şey əldə edə bilərik? Bir dənə düzbucaqlı üçbucaq çəkək hələ. Burada düzbucaqlı üçbucağın hər bir tərəfinin uzunluğu 4 sm-dən azsa, deməli, bu həm hipotenuza aiddir, həm də katetlərə aiddir. Deməli, katetlərin uzunluqları, yəni katetləri birinə A, birinə də B götürsək, A da 4-dən kiçikdir. Bura A deyək, bura da B deyək. A da 4-dən kiçikdir, B də 4-dən kiçikdir. Düzbucaqlı üçbucağın sahə düsturu AB bölünsün 2 idi. AB 16-dan kiçik olduğuna görə bu hasillərdən AB bölü 2 də 8-dən kiçik olacaq. Buradan da görürük ki, üçbucağın sahəsi 8-dən kiçik olur. Yəni, B sütunu daha böyükdür. 47 ilə davam edək. 30547 ədədinin yazılışında 5-i 4 ilə, 7-ni isə 8 ilə əvəzləsək, o neçə vahid azalacaq? Əvəzləyib bundan alınan ədədə çıxa da bilərik. Bir dəfəlik mərtəbələrə də baxa bilərik. Mərtəbələrə baxmaq deyəndə nəyi nəzərdə tuturam? 5-i 4 ilə, yəni burada yüzlük mərtəbəsindəki 5-i 4 ilə əvəzləyəndə yazaq burada da daha biraz böyük formada. 30547. Buradakı 5-i 4 ilə əvəzləyəndə yüzlük mərtəbəmiz 1 vahid azaldı. Deməli, ədədimiz 100 vahid azaldı. 7-ni isə 8 ilə əvəzləyəndə, yəni təklik mərtəbəmiz 1 vahid artdı. Deməli, ədədimiz 1 vahid artdı. 100 vahid azalıb 1 vahid artmaq nə deməkdir? 100 azaldı, 1 artdı. Yəni, 99 vahid azaldı. Cavab C variantıdır. Yerinə qoyub çıxa da bilərdiniz, yəni alınan ədəddən, yəni 30547-dən 30488-i, 448-i daha doğrusu. Deməli, indi baxaq 48-ə. 5 ildən sonra Tamarın yaşı 19 yaş olacaq. Emildən sonra Tamarın neçə yaşı olacaq? Deməli, 5 ildən sonra Tamarın 19 yaşı olursa, bunu rahat bir şəkildə indi Tamarın neçə yaşı olduğunu 19 çıx 5-dən tapırıq. 14. Tamarın indi 14 yaşı varsa, Emildən sonra da 14 üstəgəl M yaşı olur. Cavab C variantı. Düzbucaqlı koordinat müstəvisində verilən ABCD paraleloqramının A, C və D nöqtələrinin koordinatları şəkildə verilmişdir. B nöqtəsinin koordinatları x, y neçədir? Yəni ki, bu paraleloqram olduğuna görə biz paraleloqramda bilirik ki, paraleloqram necə bir dördbucaqlıya deyilir? Qarşı tərəfləri cüt-cüt paralel və bərabər olan dördbucaqlıya paraleloqram deyilir. İndi baxaq. Məsəl üçün DC tərəfinə baxaq. DC tərəfinin uzunluğu biz görürük ki, y-i dəyişməyibdir, -4 qalıbdır. Deməli, -6-dan 4-ə, yəni x-lər arasındakı məsafə neçədirsə, elə tərəfin uzunluğu da odur. Deməli, -6-dan 4-ə kimi 4 çıxılsın -6-dan 10-dur. Deməli, buradan bura kimi məsafə 10-dur, DC. Qarşısına da yazaq. DC 10-dur. Deməli, burada A-dan B-yə kimi məsafə də 10 olacaq. Təbii ki, burada y dəyişmədiyinə görə bu DC tərəfi x absisə nəzərən paraleldir. Deməli, bu AB tərəfi də absisə nəzərən paralel olmalıdır, absis oxuna nəzərən.
Deməli, burada da yenə y dəyişməyəcək. Y dəyişməyəcək, ona görə bura 2-dirsə, x, y, A nöqtəsinin koordinatı y2 2-dirsə, burada da y 2 olmalıdır. X də elə bir şey olmalıdır ki, -3-dən x-ə qədər məsafə 10-a bərabər olsun. Niyə? Burada DS 10 idisə, qarşı tərəf də 10-a bərabər olmalıdır. Deməli, x çıxılsın -3 bərabərdir 10-a. O da eləyir x topla 3 bərabərdir 10-a. 2 dənə mənfi işarədən bir dənə üstə gələm ələ gəlir. X də bərabərdir 10 çıx 3, bu da 7. Deməli, x-in də koordinatı 7 olmalıdır. Bu nöqtədə 7, 2 nöqtəsidir. Sual 50-yə baxaq. Tamar köynək və ətək geyinməyi düşünür. Onun bir sarı, bir yaşıl və bir mavi rəngli köynəyi və sadalanan rənglərin hər birindən bir ətəyi var. Tamar eyni rəngli paltarları birlikdə geyinmir. Tamarın neçə mümkün köynək və ətək kombinasiyası var. Deməli, köynək və ətək geyinməyə düşür. Baş hərfləri yazaq. Köynək, ətək və hər birindən də sarı, yaşıl, mavi olmaqla 3 dənə paltar var. Sarı, yaşıl və mavi. Elə ətək də belədir. Sarı, mavi, yaşıl olsun, heç olmaz. İndi neçə kombinasiyası var, amma onu da bilirik ki, köynəklə ətəyi eyni rəng geyinmir. Deməli, buradan məsəl üçün sarı götürsə, buradan mavi ilə yaşılı götürməlidir. Belə bir kombinasiya olur. Sarı, yaşıl. İndi buradan yaşılı götürsə, buradan ya sarı götürməlidir, ya da mavi götürməlidir. Gördüyünüz kimi, hər dəfə 2 kombinasiya olur və 3 dənə belə 2 kombinasiya olacaq. Yaşılla mavi, yaşılla sarı, bir də mavi ilə sarı, mavi ilə yaşıl. Sarı, mavi, yaşıl. 6 kombinasiya oldu. Belə də tapmaq olardı. Və yaxud da kombinizon istifadə edərək tapa bilərdik. Necə? Deməli, 3 dənə köynəyimiz var, 3 dənə ətəyimiz var. Birinci 3 ətəkdən 3 ətəyi neçə üsulla seçmək olar? Kombinizon 3 dənə ətək var. Birini, kombinizon 3-dən 1 vurulsun. Bu birini seçəndən sonra həmin rəngdəki ətəyi seçə bilmirik. Deməli, ikisi arasından seçməliyik birini. Kombinizon 2-dən 1. Bu da kombinizon 3-dən 1 düsturu yazmayacağım bir dəfəlik 3-ə bərabərdir. Kombinizon 2-dən 1 də 2-yə bərabərdir. O da bərabərdir 6-ya. Belə də tapmaq olardı. Baxaq 51-ci suala. İlk dayanacaqda avtobusdan 7 sərnişin düşdü, 5 isə mindi. İkinci dayanacaqda belə, üçüncü dayanacaqda da yenə davam edir. Neçə sərnişin düşür, neçəsi minir. Bundan sonra avtobusda 17 sərnişin oldu. Əvvəlcə avtobusda neçə sərnişin olub? Ən başda avtobusdakı sərnişinlərin sayını bilmirik deyə x kimi qəbul eləyək. Ondan sonra 7 sərnişin düşür, 5 dənəsi minir. Sonra 3 sərnişin düşür, 8-i minir. Ondan sonra da 4 sərnişin düşür, 2-si minir. Və bu bərabər olur 17 sərnişinə. İndi burada mənfi müsbət ədədlə işləməyi bacarmaq lazımdır sadəcə. X mənfilərə baxırıq, çıx 7, çıx 3, çıx 4. Neçə eləyir? Çıxılsın 14. Toplamalara baxırıq. Üstə gəl 5, üstə gəl 8, üstə gəl 2. Topla 15 eləyir. Bərabərdir 17-yə. Deməli, mənfi 14 üstə gəl 15 müsbət 1 eləyir. Bərabərdir 17. X də bərabər 17 çıx 1-dən 16 sərnişin var imiş. Növbəti suala baxırıq. 52. A və B elə natural ədədlərdir ki, A çıxılsın 2, 3 üstü B-yə bərabərdir. A sadalananlardan hansı ola bilər? Deməli, burada hətta 2-ni digər tərəfə keçirək. Çünki bizi maraqlandıran A-dır. A nə formada olduğunu görmək üçün. A bərabərdir 3 üstü B üstə gəl 2. Sadəcə seçmə üsuluna edilən bir sualdır. Çünki bizə müəyyən variantlar veribdir. Burada biz bilirik ki, B natural ədəddir, A da natural ədəddir.
A elə bir formadadır ki, 3-ün natural qüvvəti üstə gəlinsin 2. Məsəl üçün, 3-ün natural qüvvətləri 3, 9, 27, 81 belə gedir. Və onun üstünə 2 gəlməliyik A-nın formasını görmək üçün. 19 ola bilməz. Onda gərək 3 üstü B 17-yə bərabər olsun. 24 də ola bilməz. Ondan 2 vahid geridəki ədəd 22-dir. A 29 ola bilər. Niyə? Çünki A 29-dursa, burada 3 üstü B 27-yə bərabər olmalıdır ki, A 29 olsun üstünə 2 gələndə və ola bilər. B 3 olanda olacaq o da. Təbii ki, başqa şeylər də ola bilər. Amma bizə verilən cavablardan yalnız və yalnız 29 uyğun gəlir. Çünki A ilə B hər ikisi naturaldır. İndi göstəricilərin təhlili tipli suallara baxaq. Birinci oxuyaq görək nədən gedir söhbət. Soldakı diaqramda bu gün ölkələrdən birinin yataqlarında əlvan metal filiz ehtiyatı neçə milyon ton əlvan metal filiz olduğu, sağdakı diaqramda isə bu ölkənin əlvan metal filiz yataqlarının hasilatı indiki templə davam edərsə neçə ilə tükənəcəyi verilmişdir. Yəni toplam nə qədər əlvan metal filizi olduğunu göstərir bizə birinci diaqramda. Ondan sonra da neçə ilə qutaracağı. Yəni buradakı məlumatı, uyğun məlumatı buna böləndə hər il neçə ton, yəni bərabər qaydada istifadə olunsa, bərabər miqdarda istifadə olunsa, hər il neçə ton istifadə olunacağını görə bilərik. İndi baxaq 53-cü suala. Bugünkü vəziyyətdə nikel filiz ehtiyatları mis filiz ehtiyatlarından neçə dəfə azdır? Təbii ki, bu bugünkü vəziyyətdir. İndi nə qədər olduğu soldakı diaqram. Nikel biz diaqrama baxanda, üstünlük diaqrama görürük ki, 50-yə bərabərdir. Mis filiz ehtiyatı isə 350-yə bərabərdir. Yəni 350 çıx 50-dən neçə dəfə olduğunu deyir. Yəni 350-yi bölürük 50-yə. O da eləyir 7. Deməli 7 dəfə az imiş. Sonraki suala keçirik. Hər ildə 1 milyon ton hasil edilən əlvan metal filizi aşağıda sadalananlardan hansıdır? Deməli, 5-ini də verib də onsuz da. Baxaq, hər il 1 ton hasil edilən istəyir bizdən. Biz burada toplam nə qədər filiz yatağı var onu görürük. Və burada da neçə il çatacağı. Deməli, biz burada toplam nə qədər varsa onu il sayına bölsək 1 alacaq. Yəni, ilinlə tonu bir-birinə bərabər olan, yəni tonunu ilə böləndə hər il 1 ton istifadə ediləcək də. Deməli, burada baxırıq ki, 350-ni təbii ki, 70-ə böləndə 1 almayacaq, hər ilə 5 düşəcək. 350-ni 70-ə böləndə misdə uyğun gəlmir, qurğuşunda uyğun gəlmir, çoxdur. 200 də uyğun gəlməyəcək. Kobaltda bəlkə ola bilər, 75-dir. Kobalt 25 il, amma da uyğun, 25 yox, 30 il. 75-30-a böləndə yenə hər ilə 1 ton düşməyəcək. Amma nikeldə baxın, 50 tondur. Elə 50 ildə bəs eləyir. 50 tonu 50 ilə böləndə hər il bərabər miqdarda hasil edilsə, hər ilə 1 ton düşmüş olur. Deməli, cavab nikel. Mədən hasilatı indiki templə davam edərsə, 10 ildən sonra ölkədə neçə milyon ton kobalt filizi hasil olunacaq. 10 ildən sonra ölkədə neçə milyon ton kobalt filizi hasil olunacaq. Deməli, 10 il sonra kobalt maraqlandırır. Nə qədər hasil olunacağı, qalacağı demir. Deməli, kobalt hal-hazırda 75 ton var və kobalt 30 ilə tükənəcəyini görürük buradakı diaqramdan. Deməli, 75-i 30-a böləndə 2,5 eləyir. Deməli, hər il 2,5 ton kobalt hasil olunur. Bəs 10 ildə nə qədər hasil olunacaq? 10 vurulsun 2,5, o da bərabərdir 25 ton. Tənasüb qrup da eləmək olardı. Yəni 75-ə 30-dursa, neçəyə 10, yəni ilə il uyğun gələcəkdir. Hətta onu da yazaq. 75 tona 30 il uyğun gəlirsə, neçə tona, yəni x tona da 10 il uyğun gələcək. Çarpaz vuracaqdıq. 30x bərabər 750. X də bərabər 750
bölünsün 30. Deməli, x-də yenə də eyni cavabı alırıq, 25. Cavabı qeyd eləyək. Sonra 56. Saat yarımın neçənci hissəsi 3 dəqiqədir. Yəni, burada əslində biraz tərcümədə yaxşı tərcümə olmayıbdır. Saat yarımın neçənci hissəsi yox da hansı hissəsi 3 dəqiqədir? Saat yarım biz bilirik ki, 1 saatın 60 dəqiqədir. Onda 1 saat yarım da 90 dəqiqə olmuş olur. Və 90 dəqiqənin bizə verdiyi sual odur ki, hansı hissəsi 3 dəqiqədir? 90 dəqiqənin vurulsun x-ə bərabərdir 3-ə. Burada x də bərabərdir. 90-ı digər tərəfə keçirəcəyik bölmə şəklində. 3 böl 90, hətta bunu kəsr formasında yazaq. Bizdən elə istəyir onsuz da. X də bərabərdir. İxtisardan sonra 3 ixtisar gedəndən sonra 30-da 1. Deməli, 3 dəqiqə 1 saat yarımı, yəni 90 dəqiqənin 30-da 1 hissəsinə bərabərdir. Sonraki sual. Tərəfinin uzunluğu 9 cm olan kvadratdan uzunluğu 4 cm, eni isə 2 cm olan düzbucaqlı kəsilmişdir. Kvadratın qalan hissəsinin sahəsi neçə kvadrat santimetrdir? Çox sadə sualdır. Sadəcə kvadratın sahəsindən düzbucaqlının sahəsini çıxacaq. Niyə? Çünki kvadratın sahəsini o qədər azaldıblar, kəsib çıxardıblar. Kvadratın sahəsi 9-un kvadratıdır. Yəni 81. Düzbucaqlının sahəsi isə 4 vur 2, 8-dir. 81-dən 8 çıxdıqda 73 qalır. Cavab 73. Üzmək üçün hovuza giriş biletinin qiyməti şənbə günləri 15 lari, bazar günləri 20 lari, başqa günlərdə isə, yəni həftə içi günlərdə, bazar ertəsindən cüməyə kimi 10 laridir. 13 gün ardıcıl bu hovuzda üzmək üçün minimum neçə lari lazımdır? Deməli, burada əsas məsələ məncə 13-dədir. Çünki 13 gün bir həftə 7 gün elədiyinə görə 13 gün ta 2 həftədən 1 gün aşağıdır. 1 gün azdır. Bunu nəyə görə xüsusilə qeyd edirəm? Çünki biz qərar verməliyik ki, bizdən minimum neçələr lazım olduğunu soruşur da. Elə bir gün olmalıdır ki, həmin gedilməyən gün, ikinci həftədə gedilməyən gün xərc maksimum olsun. Ki, bizim xərclədiyimiz pul minimum olsun. Deməli, həmin günü bazar günü götürək. Bazar günü getməsin ikinci həftədə. Çünki bazar günündə çox pul xərclənir ki, sonraki toplam xərci minimum olsun. Yəni, ilk həftə bütün gedəcək. İlk həftə bütün getmək nədir? Həftə içi 5 dənə gündə 10 lari. Sonra şənbə, bazarda 35. Deməli, bir həftə onsuz da gedir. 13 gün tərkibində bir həftə mütləq şəkildə olacaq. Buradan 85 larini xərcləyir. Və digər həftədə isə bazar günü getməsə, yəni getməyə birinci gündən başlasaydı, bütün həftəni gedəcəkdi. Sonra birinci gündən 6-cı günə qədər getsəydi, bazar günü getməmiş olacaqdı. Birinci gündən 6-cı günə kimi getməkdən 5 vur 10, yenə həftə içi günlər gedir. Bir də şənbə günü gedir. 65. Özümüz qəsdən elə gündən başladıq ki, bazar günü getməyək və xərcimiz minimum olsun. 85-in də üstünə 65 gələndə olacaqdı 150. Deməli, minimum xərc 150-yə bərabərdir. Sonraki sual. K natural ədəddir. K-nı 9-a böldükdə alınan qalıq 5-ə bərabərdir. 3K-nı 9-a böldükdə alınan qalıq nəyə bərabər olacaq? Yaxşı sualdır. Deməli, K natural ədəd olduğunu bilirik. K-nı 9-a böləndə qalıqda 5 alınır. Bu tip ədədi gəlin belə bir formada yazaq. K bərabər olsun 9M üstə gəlinsin 5. Nəyə görə bu formada yazdım? Burada da hətta M daxil olsun 0-dan başlayaraq bir də natural ədədlər. 0 və natural ədədlər. Nöqtə. Deməli, nəyə görə bu formada yazdım? Bu elə bir yazılış tipidir ki, biz bilirik ki, bu ədədi K-nı 9M plus 5 formasına yazılan K-nı 9-a böləndə qalıq 5 alınacaq. Niyə? Bu ədəd 9-a böləndə
9m hissəsindən m dənə 9 gələcək və qalıq da 5 alınacaq. Yəni cavab m qalıq 5 olur. İndi bu formalı ədəd 3k-nı istəyir bizə. 3k-nı 9-a böldü. Gətirək k-nı 3-ə vuraq. Yəni k-nı ifadə elədiyimiz ifadəni 3-ə vuraq. 3 vur 9m plus 5. Neçə olacaq? 27m üstə gəl 15. İndi bu ədədin 9-a bölünməsindən alınan qalıq maraqlandırır. Biz bilirik ki, 27m hissəsi qalıqsız bölünəcək 9-a. Niyə? Tərkibində 27-nin 9 da var. 3 vur 9 27. Tərkibdə 9 varsa, deməli 9-a qalıqsız bölünür. Bəs 15 hissəsində nə baş verəcək? 15-in tərkibində yenə bir dənə 9 var. 15-i də 9-a böləndə cavab 1 eləyir. Elə qalıq da 6 eləyir. Elə bunun qalığı nədirsə, elə bütün ifadənin qalığı da, yəni 3k-nın qalığı da odur, 6. İndi 60-cı suala baxaq daha doğrusu. ABCD düzbucaqlısının BC tərəfi M və N nöqtələri ilə 3 bərabər hissəyə bölünmüşdür. BC tərəfi, deməli M və N nöqtələri ilə, deməli BM M-nə, o da NC-yə bərabərdir. AB tərəfinin uzunluğu 3 cm, A təpəsi ilə N nöqtəsini birləşdirən parçanın uzunluğu isə 5 cm-dir. Düzbucaqlının adi tərəfinin uzunluğu nəyə bərabərdir? Sadə bir sualdır. Gəlin, hətta burada işləyək bir dəfəlik. Bizə AB-ni veribdir 3 olaraq, A-ni veribdir 5 olaraq və bu BM, MN və NC bir-birinə bərabərdir bu tərəflər. İndi görürsünüz ki, bura düzbucaqlı olduğuna görə bu ABN üçbucağında B təpəsi də hipotenuzun qarşısında duran düzbucaqdır. Hipotenuz 5-ə, kadetlərdən biri 3-dürsə, digəri rahat şəkildə 4-dür. 5-in kvadratı, kök altında 5-in kvadratı, bunu da yazaq. 5-in kvadratı çıx 3-ün kvadratı. Kökdə 16 gəlir. Oradan da 4 gəlir. İndi bura 4-dürsə, deməli bu BM ilə M-in də bir-birinə bərabərdirsə, BM də 2-yə bərabərdir, M-in də 2-yə bərabərdir. Elə NC də onlara bərabər idi. Deməli, bütün BC tərəfinin uzunluğu 6 imiş. 3 vur 2-dən. Çünki 3 bərabər hissə idi. Ora 6-dırsa, düzbucaqlının qarşı tərəfləri bərabərdir. AD də 6-dır. Bundan tapmış olduq. Yenə miqdar müqayisəsinə gəldik. 4 natural ədədin cəmi 5-ə bərabərdir. Bu ədədlərin hasili yoxsa 2. 4 natural ədədin cəmi 5-ə bərabərdirsə, burada ancaq bir variant var. Natural ədədlər 1-dən başlayaraq sayma nəticəsində əmələ gələn ədədlərdir. Burada ancaq bir variant var, o da budur. 1, 1, 1, 1, 2. Başqa heç bir variant yoxdur. Yəni, cəm 5 olsun. Hətta səhvə yol verdim burada. 4 dənə natural ədəd. Cəmi də 5 belə olmalıydı. Başqa heç bir variant yoxdur. Və bunların hasili də elə 2-yə bərabər olur. Deməli, A sütunu B sütununa bərabər olmuş olur. C variantı. Yenə, mağazada eyni cür köynəklər satılır. 4 köynəyin qiyməti M lari, 5 köynəyin qiyməti isə N laridir. M bölü 4 mü? Yəni 4-də M mi, 5-də N mi? Əslində elə bu da bölmə deməkdir, elə kəsr olduğuna görə. 4 köynəyin qiyməti M laridirsə, elə M bölü 4 bir köynəyin qiyməti olur. Bir köynəyin. Elə 5 köynəyin qiyməti N laridirsə, M bölü 5 də yenə bir köynəyin qiyməti olmuş olur. Deməli, hər ikisi də bir köynəyin qiymətdir. Köynəklərdən qiymət bir-birinə bərabər olduğuna görə yenə bərabərliyi almış oluruq. 8, 11, 5 ardıcıllıq elədir ki, hər bir tək nömrəli hədd növbəti həddən 3 vahid az, hər bir cüt nömrəli hədd isə növbəti həddən 6 vahid çoxdur. Deməli, burada başa düşməyə çalışaq, bizə nə deyir? Bu elə bir hədd ardıcıllıqdır ki, tək nömrəli hədd, yəni burada həddləri nömrələsək, hətta yazaq burada 8, 11, 5,
Belə davam eləyir. Burada hədlərin nömrəsi bu birinci hədd olacaq, bu ikinci, üçüncü nömrələmədə belə davam eləyir. Tək nömrəli hədlər 1, 3, 5 bunlar olacaq. Cüt nömrələrdə 2, 4, 6-cı hədlər belə davam eləyəcək. İndi hər bir tək nömrəli hədd növbəti həddən 3 vahid az. Həqiqətən də görürük ki, bu 8 tək nömrəli hədd növbəti həddən 3 vahid az olmalı. Deməli, növbəti hədd bundan 3 vahid çoxdur, 11-dir. Hər bir cüt nömrəli hədd isə növbəti həddən, elə 11-də görürük biz bunu, növbəti həddən, yəni 5-dən 6 vahid çox olub. Yəni elə bir hədd olmalıymış ki, 6 vahid çox olsun, bu da 11-dən 6 çıxıb 5 əldə ediblər. İndi nəyi soruşur? Bu ardıcıllığın iki qonşu həddinin hasilimi, yoxsa 0-mı böyükdür? İndi biz burada hələlik elə görürük ki, bütün həddlər müsbətdir, ancaq indidən gördüyümüz budur. Amma belə olmaya bilər. Kiçilə bilər həddlər, mənfi ola bilər. Onda qonşu hədd biri müsbət, biri mənfi olsa, hasil mənfi olacaq və 0-dan kiçik olacaq. Hələlik hasil 0-dan böyükdür. Amma bir neçə həddi tapmağa çalışaq. Bu tək nömrəli həddi 5. Deməli, hər tək nömrəli hədd növbəti həddən 3 vahid az idi. Yəni, deməli, növbəti bundan 3 vahid çox olacaq, 8 olacaq. İndi bu cüt nömrəli hədd oldu və növbəti həddən 6 vahid çox olmalı. Deməli, növbəti hədd bundan 6 vahid azdır, 2. Yenə tək nömrəli hədd. Deməli, bu növbəti həddən 3 vahid az. Deməli, 5 olmalıdır növbəti hədd ki, 3 vahid az olsun. Bu 6-cı həddir. Buradan davam eləyək. 5 növbəti həddən 6 vahid az olmalıdır. 6 vahid çox olmalıdır daha doğrusu. Deməli, növbəti hədd 6 vahid azdır. 5-dən 6 çıxırıq, -1. Gördünüzmü, artıq getdikcə bizim ardıcıllıqda ədədlər kiçilir və burada 7-ci hədd -1-dir. 2 dənə qonşu hədd. Buradakı qonşu həddləri, yəni əvvəldə, ardıcıllığın əvvəlində olan qonşu hədlərə baxsaydıq, hasil müsbət olurdu. Amma elə burada götürsək, 5 ilə -1-i, 6-cı və 7-ci hədləri görürük ki, hasil -5-dir. Yəni, böyük də ola bilər, kiçik də ola bilər 0-dan. Ona görə verilən informasiya kifayət deyil. Körbucaqlı üçbucağın perimetrinin körbucağın qarşı tərəfinin uzunluğuna olan nisbəti. Yoxsa 3-mü? Hansı böyükdür? Gəlin indi bu sualda belə bir yanaşma eləyək. Çəkək bir dənə birinci körbucaqlı üçbucaq. Deməli, bu tərəf körbucaq qarşısındakı tərəf olsun, burada körbucaq olsun. Deyək ki, burada üçbucaqda perimetr P-dir. Və deyək ki, körbucağın qarşısındakı tərəf, perimetrin körbucağın qarşısındakı tərəfə nisbəti 3-ə bərabər olsun. Deməli, bu tərəf P/3-ə bərabərdir. Biz əslində bununla onu yoxlayacaq ki, görək bu tərəf P/3-ə bərabər ola bilərmi? Yəni, perimetrin 3/1-ə bərabər ola bilərmi? Deyək ki, bura perimetrin 3/1-idir. Deməli, qalan iki tərəfin cəmi perimetrin 3/2-si olmalıdır. Bu iki cür ola bilər. İlk variantda həmin tərəflər bir-birinə bərabərdir. Yəni, yenə perimetrin 3/2-si 2 yerə bölünür və bu iki tərəf də P/3 və P/3 olaraq bölünürlər. Ancaq bu formada başa düşdüyünüz kimi, burada bu üçbucaq körbucaqlı üçbucaq olmayacaq. Yəni, görüntü olaraq körbucaqlıdır, amma körbucağın qarşısındakı P/3 olsa və digər iki tərəf bir-birinə bərabər olsa, artıq bu üçbucaq bərabər tərəflidir. Niyə? Bütün tərəflər bir-birinə bərabərdir. Yəni, bütün bucaqlar da 60 dərəcə olmuş olacaq. Deməli, bu səbəbdən P/3 ola bilməz bu halda. Körbucağın qarşısındakı tərəf. İkinci vəziyyətdə yenə çəkirik körbucaqlı üçbucaq formasında. Deyək ki, yenə eyni körbucağın qarşısındakı tərəf P/3-ə bərabərdir. Yəni, perimetrin körbucağın qarşısındakı tərəfə nisbəti 3-dür. İndi həmin iki tərəf, biri yenə onların cəmi perimetrin 3/2-sidir, amma biri P/3-dən böyükdür. Bu dəfə bərabər bölünməyiblər. Digəri isə P/3-dən kiçikdir. Belə olan halda bu üçbucaq yenidən körbucaqlı üçbucaq olmayacaq. Nəyə görə? Çünki körbucaqlı üçbucaqda körbucaqdan başqa digər iki bucaq iti bucaq olur. Onda əgər P/3 körbucağın qarşısındakı tərəf olsaydı, o ən böyük tərəf olmalıdır. Çünki üçbucaqda böyük bucaq qarşısında böyük tərəf durur. Ancaq burada ən böyük tərəf
A tərəfi olacaq. Niyə? Çünki o P bölü 3-dən böyükdür. Amma biz nəzərə almışdıq ki, görək kör bucağın qarşısında P bölü 3 dura bilərmi? Deməli, dura bilməz. Digər iki tərəf bərabər olanda da, digər iki tərəf fərqli olanda da. Deməli, biz nə başa düşdük? Bu kör bucağın qarşısındakı tərəf P bölü 3-dən böyük olmalıymış. Bu da o mənaya gəlir ki, yəni bayaq nisbət P bölünsün, P bölü 3 idisə, əgər kör bucağın qarşısındakı tərəf perimetrin 3/1 olanda, amma biz onu başa düşdük ki, P bölü 3-dən böyük olmalıdır kör bucağın qarşısındakı tərəf. O da mənaya gəlir ki, biz məxrəci böyüdəcəyik. Məxrəci böyütməyimiz isə bu bütün nisbətin kiçiləcəyi mənasına gəlir. Nisbət kiçiləndə də deməli A sütunundakı informasiya 3-dən kiçik olacaq. Yəni doğru cavab B götürməliyik. 65-ci sual. Buxarlanma nəticəsində eyni kütləyə malik iki məhluldan birincinin kütləsi 5 dəfə, ikincinin kütləsi isə 80% azaldı. Buxarlandıqdan sonra birinci məhlulun kütləsi yoxsa ikinci məhlulun kütləsi mi çox olur? Buradan dərhal suala baxan kimi biz başa düşürük ki, 5 dəfə azalma ilə 80% azalma bir-birinə bərabərdir, eyni şeydir. Çünki 80% azalanda dədin 20% qalır. Yəni o da 5-də 1 idi. 5 dəfə azalmaq deməkdir. Yenə belə göstərmək olardı. Hər ikisinin kütləsi x-dir, birincinin də, ikincinin də. İndi birincinin kütləsi x idi. 5 dəfə azaldı. Gəldi oldu x bölü 5, yəni 5-də x. Digərinin də kütləsi x idi. 80% azaldı. Onu nətər göstərə bilərik? Ədədi n faiz azaldanda bu düsturu istifadə edirik. 1 çıxılsın 100-də həmin faiz. Bu bərabərdir x vurulsun 1 çıxılsın 80 ilə 100-ü 20-yə ixtisar aparandan sonra 5-də 4 qalır. O da bərabərdir x vurulsun, bunu silək, x vurulsun 5-də 1, o da x-i sürətə vuracaq, yenə x bölü 5 əldə elədik. Yəni bir-birinə bərabər olacaq. C variantı. 66-cı sual. Satılacaq 300 aksiyanın hər birinin qiyməti 10 idi. Ancaq bu qiymətə aksiyaların yalnız 70%, qalanları isə yarı qiymətinə satıldı. Aksiyaların satılması nəticəsində əldə edilən gəlir neçə larini təşkil etdi? Deməli, 10 yalnız bu aksiyaların 70%. Tapaq aksiyaların 70%-ni. 300-ün ədədin faizi belə tapılır. 100-də həmin faiz. İndi burada 100 ilə 300, hər ikisi 100-ə ixtisar gedir. 3 qalır, burada 1. 3-ü də 70-ə vururuq, 210. 1-ə böləndə o sözü qalacaq. Deməli, yalnız 210 dənəsi lazım olan qiymətdən satıldı. Yəni 10-yə. Bunu vuraq tapaq, görək nə qədər gəlir var hələ burada. Ona vuranda 2100 lari gəlir var. Qalanı isə yarı qiymətə satıldı. Yəni qalanı 210 dənəsi 10-yə satılıbsa, qalanı da 300 çıx 210-dan 90 dənə qalır. Yarı qiymətinə, yəni 10-yə yox da 5-yə satıldı. 450. Toplam nə qədər gəlir əldə edildi? 2100 topla 450 bərabərdir 2550-yə. Növbəti sual. Qismət böləndən 4 dəfə azdır. Bölən isə bölünəndən 4 dəfə azdır. Bölən nəyə bərabərdir? Bunların hər birini dəyişənlə ifadə edək. Ən yaxşı üsul budur. Bölmə əməlinin 3 dənə komponenti var. Bölünən, bölən və qismət. Hətta qalıq olanda bəzən qalıq da yaza bilərik. İndi qismət deyir, böləndən 4 dəfə azdır. Gəlin bölənə 4x deyək ki, qismət də x olsun. İndi bölənə x desəydik, o birisini kəsrlə ifadə eləmiş olacaqdıq. Elə eləmədim, ona görə 4x götürdüm. Bölən isə bölünəndən 4 dəfə azdır. Yəni bölən 4x bölünəndən 4 dəfə azdırsa, deməli, bölünən 16x olur. Yəni bölünən
böləndən 4 dəfə çox olmuş olur bu halda. Bölən nəyə bərabərdir? İndi bu bölmə əməliyyatını yerinə yetirsək, 16x bölü 4x-dən 4 gəlir. O da bərabər x olur. Deməli, x 4-ə bərabərdir. X 4 isə bizə bölən lazımdır. 4x-dəki 4 vur 4-ə bərabərdir 16. Bu şəkildə istəsək bölünəni də tapa bilərdik. Qismətdə onsuz da tapdıq. Yəni x-i tapandan sonra hər bir komponenti tapa bilirik. 16. Şəkildə verilən ən böyük tili 4 sm olan düzbucaqlı paraleliped bərabər kublardan ibarətdir. Bu paralelipedin həcmi nəyə bərabərdir? Ən böyük til 4 sm-dir və bu bərabər kublardan təşkil olunub. İndi baxaq. Bunun hündürlüyü 2 dənə kubun tərəfinə uyğun gəlir. Eni 3 dənə kubun tərəfinə uyğun gəlir. Uzunluğu isə 4 dənə kubun tərəfinə uyğun gəlir. Ən uzun til buradakı tildir. Deməli, o da 4-ə bərabərdir. Deməli, hər kubun, burada olan kubların bir dənə tilin uzunluğu 4 bölü 4 bərabərdir 1-dir. İndi bura 4-dürsə, deməli, hündürlüyü 2-dir. N-də 3 olacaq. Həcm nəyə bərabərdir? Bu ölçülərin hasilinə 2 vur 3 vur 4 bərabərdir 24. 69-cu sual. K və N sadə ədədlərdir. K vurulsun N sadalananlardan hansına bərabər ola bilməz? Burada sadalanan ədədlərdən 4 dənəsi 2 sadə ədədin hasili şəklində göstərilə bilir. Amma bir dənəsi göstərilə bilmir. 15 3 vur 5-ə bərabərdir. 26 2 vur 13-ə bərabərdir. 39 3 vur 13-ə bərabərdir. 55 5 vur 11-ə bərabərdir. Sadə vuruqları ayırdıqda. 44-də isə 44-ün sadə vuruqları 2-nin kvadratı vurulsun 11 şəklindədir. Yəni biz 44-ü ya 2 vur 22 şəklində göstərə bilərik. 1 vur 44-dən başqa. Ya da 4 vur 11 şəklində. Və heç bir halda da 2 sadə ədədin hasili şəklində göstərə bilmirik. Ona görə bu ola bilməz 44. İndi 70-ə baxaq. Belə bir tənlik verilibdir. Bizdən 3x-in qiymətini soruşur. Bu tənlikdə hər tərəfi 7-yə vursaq və yaxud da 7-də 1-ə bölsək, eləyə bilərik ikisində. X üstəgəl 3 bərabər olmuş olur 4x çıx 3-ə. X-i digər tərəfə keçirək. 3x bərabərdir 3 topla 3-ə. 3x bərabərdir 6-ya. Heç bizdən x-i də soruşur. Bir dəfəlik 3x-i soruşur. 6. Məlumatların kifayət etməsi. Meyvə bağında yalnız alma, armud və şaftalı ağacları var. Bununla yanaşı alma ağaclarının sayı ağacların ümumi sayının yarısıdır. Bunu bizə başlanğıcda veribdir. Bir şərt olaraq. İndi ayrıca 2 şərt verilibdir. Meyvə bağında alma ağaclarının sayı şaftalı ağaclarının sayından 3 dəfə çoxdur. İndi alma ağaclarının sayı şaftalı ağaclarının almaya 3x desək, şaftalı x olmuş olur. Baş hərflərindən qeyd eləyək. Hətta al yazaq. Armuddan eyni hərflə başladığına görə. Bu da şaftalı. Alma 3x olsa şaftalı x olmuş olur. Yəni burada biz nəyi tapmalıyıq? Meyvə bağındakı armud ağaclarının sayını müəyyən etmək üçün. Yəni armud ağacları da alma yarısı olduğuna görə, deməli digər yarısı da şaftalı ilə armuddur. Deməli digər yarısından da şaftalı ağaclarının sayını çıxanda armud ağaclarının sayını tapmış oluruq. Amma dəyişənli formada. Dəyişənli ifadə formasında 2x olur armud. Burada yazaq armud 2x. Yəni burada armud ağaclarının sayını tapmış olmuruq. Təkcə birinci şərti istifadə etməklə. İndi ikinci şərtə baxaq. Meyvə bağında cəmi 15 şaftalı ağacı var. İndi təkcə ikinci şərti istifadə eləsək, yarısı almadır. Meyvə bağında cəmi 15 şaftalı ağacı var.
Şaftalı da 15-dir. Biz bilə bilmərik ki, armud nə qədərdir. Yəni diaqramdan təkcə onu görürük ki, armud şaftalıdan çoxdur, amma nə qədər çoxdur, təkcə ikinci şərtə əsasən heç nəyi bilmirik. Amma bunları birlikdə istifadə eləsək, görərik ki, şaftalı x-dirsə, deməli 15 x 15-ə bərabərdir. Armud da 30-dur, alma da 45-dir. Hər birini tapa bilərik. Bizə armud lazım idi, onu da tapa bilərik. Yəni birinci və ikinci şərtlər kifayətdir, amma ayrı-ayrılıqda kifayət olmurlar. C bəndi. Baxaq növbəti suala. K natural ədəddir. 2 şərt verilibdir. K-nı 4-ə bölərkən alınan qalıq 3-ə bərabərdir. K-nı 6-ya bölərkən alınan qalıq 3-ə bərabərdir. İndi K-nın cüt və ya tək olduğunu müəyyənləşdirmək üçün. Burada K-nı 4-ə böləndə qalıq 3-ə bərabər. Birincisi biz onu bilirik ki, 4-ə bölünən ədədlər cüt ədədlərdir. Və qalıq 3 almaq üçün də həmin 4-ə bölünən ədədin üstünə 3 gəlməliyik ki, qalıq 3 alınsın. Yəni cüt ədəd üstəgəl tək ədəddən tək ədəd əldə eləmiş oluruq. Deməli elə birinci şərtdən başa düşürük ki, K tək ədəddir. İkinci şərtdən K-nı 6-ya bölərkən alınan qalıq 3-ə bərabərdir. Yenə 6-ya bölünən qalıqsız bölünən ədədlər ancaq cüt ədədlərdir. Həmin cüt ədədin üstünə də 3 gəlməliyik ki, qalıq da 3 alınsın. Deməli, yenə cütün üstünə tək gəlirik və yenə tək olur. Və buradan da başa düşürük ki, təkdir. Deməli, hər iki şərt ayrı-ayrılıqda K-nın cüt və ya tək olduğunu tapmağa kifayətdir. C bəndi. Baxırıq 73-ə. ABC üçbucağının AB tərəfinin Y nöqtəsi BC tərəfinin F nöqtəsi ilə parça vasitəsilə birləşdirilib. 2 şərt verilibdir. BYF üstə gəlinsin YFB. Birinci gəlin üçbucağı daha böyük formada burada çəkək. Daha rahat işləməkdən ötürü. Aha. İndi bura A təpəsidir. Deməli, bizə verilən məlumat birinci şərtdə nədir? Deyir ki, BYF üstə gəlinsin YFB. Baxaq həmin bucaqlara BYF, yəni bura, üstə gəl YFB. Bura 120-dir. Deməli, burada əmələ gələn BYF üçbucağında bu iki bucağın cəmi 120-dirsə, deməli, üçbucağın daxili bucaqlarının cəmi 180 olduğuna görə bu BYF üçbucağının B bucağı 60 dərəcə olmuş olacaq. 180 çıx 120-dən. Həmin B bucağı ABC üçbucağında B bucağıdır, eyni şeydir də. B-nin nəyə bərabər olduğunu bilmək üçün birinci şərt kifayətdir. İndi ikinci şərtə baxanda A üstə gəl C 120 olduğuna görə yenə ABC üçbucağında daxili bucaqların cəmi nətər ki BF-də 180-dir, burada da 180-dir. Deməli yenə B bucağı 60 dərəcə olduğunu buradan da tapırıq. Yəni yenə ayrı-ayrılıqda hər iki şərt kifayətdir. 74-ə baxaq. 2 şərt verilibdir. Bağlamadakı karandaşların sayı qələmlərin sayından bir vahid çoxdur. Gəlin bunu yenə dəyişənli formada göstərək. Karandaş sayı qələm sayından bir vahid çoxdur. Karandaş olsun x üstə gəl 1, qələm də olsun x. Deməli, ikinci şərtdə nə deyir? Əgər bağlamaya bir qələm qoysaq, onda bağlamada qələmlərin və karandaşların sayı bərabər olacaq. Yenə İkinci şərtdən də bunu başa düşürük ki, əgər bağlamaya bir qələm qoysaq, onda bağlamada qələmlərin və karandaşların sayı bərabər olur. Yəni bu şərtdən də başa düşürük ki, yenə bağlamada qələmlərin sayı karandaşların sayından bir vahid azdır. Bağlamada karandaşların və qələmlərin ümumi sayının nəyə bərabər olduğunu müəyyən etmək üçün hansı şərt kifayətdir? Yəni birinci şərt kifayət olmur. Burada başa düşürük, ancaq biri digərindən bir vahid çoxdur. İkinci şərtdə də eyni şeyi başa düşürük. Biri digərindən bir vahid çoxdur, karandaş qələmdən. İki şərtdə də eyni şeyi başa düşürük. Deməli, heç birində ümumi sayı, yəni ayrı-ayrılıqda sayları, nə də ümumi sayını tapmaq bizim üçün mümkün deyil. Nə? Çünki karandaş 2 ola bilər, qələm 1, 3, 2, 4, 3. Biz nə bilək cəmdə neçədir? Deməli, yenə də verilən şərtlər kifayət etmir cavabını seçməliyik.
75-ə baxaq. Divarı təmir etmək üçün 2 usta tutdular. Yalnız birinci ustaya divarı təmir etmək üçün 8 gün lazımdır. Yalnız birinci ustaya. Deməli, bunu yazaq. Birinci usta 8 gün. Təmir olunası divarın sahəsi 20 kvadrat metrdir. Gəlin təkcə birinci şərtə baxaq. Təmir olunası divarın sahəsi 20 kvadrat metrdir. Yalnız ikinci ustaya divarı təmir etmək üçün neçə günün lazım olduğunu müəyyən etmək üçün. Yəni, təmir olunası divarın sahəsi 20 kvadrat metrdir. Bizdə ikinci ustaya dair heç bir məlumat yoxdur. Biz hardan bilə bilərik ki, neçə gün lazımdır ikinci ustaya? Onu tapa bilmərik birinci şərtlə. Yəni, bura bir minus qoyaq. Birinci şərtlə heç nəyə tapa bilmirik lazım olan şeyi. İkinci şərtdə nə verib bizə? İkinci usta divarı 2 dəfə daha sürətlə təmir edə bilir. Baxın, ikinci şərtdə bizə belə bir şey verib. İkinci usta divarı 2 dəfə daha sürətlə təmir edə bilir. Biz bilirdik ki, birinci usta 8 günə təmir edirdi və ikinci usta da 2 dəfə daha sürətlə təmir eləməyi o mənaya gəlir ki, daha tez təmir eləyəcək, 4 günə təmir eləyəcək. Buradan artıq biz ikinci ustanın neçə günə təmir eləyə biləcəyini tapdıq. Yəni, ikinci şərt kifayətdir, birinci şərt kifayət deyil. Birlikdə olsaydı da, təmir olunası divarın sahəsi 20 kvadrat metrdir. Divarın sahəsini istifadə edib ayrı-ayrılıqda nə qədər vaxtda təmir elədiklərini tapa bilərdik. Amma bizdən elə bir şey soruşmayıb. Məsəl üçün, ikinci usta 20 bölünsün 4, hər günə 5 kvadrat metr təmir eləyəcəkdi. Birinci usta da 20 bölünsün 8-dən hər günə 2,5 kvadrat metr təmir eləyərdi. Amma bizdən elə bir şey soruşmur usta. 76. Romb bərabər romblara bölünmüşdür. Baxırıq. Onlardan bəzisi rənglənmişdir. Rombun rənglənmiş hissəsinin sahəsinin rənglənməmiş hissəsinin sahəsinə olan nisbəti nəyə bərabərdir? Birinci, biz bu şəklə əsasən neçə dənə romba bölündüyünü tapa bilərik. Nətər tapa bilərik? Hətta burada biz şəkli yaxınlaşdırım mən biraz da. Burada gördüyünüz kimi bu hissəsinə baxanda 4 dənə romb yerləşəcəyini başa düşürük. Niyə? Çünki burada bir dənədir, burada da bir dənədir, burada da 2 dənədirsə, həmin o 2 dənəni və 1 dənəni sol tərəfə sürüşdürəndə görürük ki, rombun bir tərəfi üzrə 4 dənə o balaca rombdan yerləşdirmək olur. 4 romb. Elə heç bu tərəfi saymağa ehtiyac yoxdur, sayanda da görürük 4-dür. Çünki romb olduğunu bilirikcə bu tərəfdə də həmin rombdan 4 dənə yerləşəcək. Çünki rombun bütün tərəfləri bərabərdir. Deməli, indi bizdən nəyi soruşurdu? Onu soruşurdu ki, rənglənmiş hissənin sahəsinin, rənglənməmiş hissəsinin sahəsinə olan nisbəti. Neçə dənə romb var toplam? 16 dənə romb var və onlardan neçəsi rənglənib? Hamısında sahəsi bərabərdir, bir-birinə bərabər romblardır. Rənglənmiş görürük ki, 6 dənə romb var. Deməli, 16 dənə isə 10 dənəsi də rənglənməmiş olur. Rənglənmiş hissənin sahəsini rənglənməmişə. Deməli, 6-nın 10-a nisbəti ixtisar 3-ə gedəcək. 3-ə yox, daha doğrusu 2-yə gedəcək. Olacaq 5-də 3. Doğru cavab A bəndi. 77. 1,1 vurulsun 10 üstü 4. İndi biz bunu necə eləyə bilərik? Bir dəfəlik vurandan sonra əslində hansı cəm şəklində göstərməli olduğunu görə bilirik. Elə də eləyək də. 1,1 vurulsun 10 üstü 4-ü gəlin açaq. 10.000 olur. Yəni 10 üstü 4 olduğuna görə sonunda 4 dənə 0. İndi bunu da 1,1-ə vuranda ədədi 10.000-ə vurduğumuza görə 4 dənə 0 əlavə olunacaq. Amma burada kəsr ədəddir. Yəni 2 dənə vergül sağa gedəcək, 101 olacaq və sonunda da ondan sonra vergül sağa gedə bilməyəndən sonra 2 dənə 0 əlavə olunacaq. Yəni 101 və 2 dənə 0. Bunun toxunuşu nədir? 10.100. İndi 10.100-də sadəcə bu 10.100-ü bütün mərtəbə qiymətlərini, yəni bu 10.000-dən 100-ü onun natural üslü qüvvəti şəklində göstəribdir. Bu 10.000 10 üstü 4-dür. 100 də ki, onun kvadratıdır da.
O da bizə A bəndində verilibdir, toplananların yerini dəyişməklə. İndi baxaq 78-ə. Əgər x z-dən y dəfə kiçikdirsə, onda x çıxılsın z nəyə bərabərdir? Bizə nə deyir? X z-dən y dəfə kiçikdirsə. Yəni, z-i x-ə böləndə y alır. Bu nə deməkdir? X z-dən y dəfə kiçikdir. İndi bizdə buradan x çıxılsın z-i soruşur. X çıx z. Deməli, burada z bərabərdir x y-ə. Götürək z-in yerinə ilə x y qoyaq indi. X çıxılsın x y bərabərdir. X-i mötərizə xərcdən çıxardaq ortaq vuruq kimi vur. Burada da 1 çıxılsın y-ə vurmalıyıq ki, x y əldə edək. O da belə. O da bizə verilibdir A bəndində. 79. 3 bacının orta yaşı 10-dur. 4 ildən sonra onların yaşlarının cəmi nəyə bərabər olacaq? Baxın, burada orta yaş 10-dursa, deməli 3 dənə bacı var. Onların yaşları cəmi nə qədərdirsə S deyək. 3-ə böləndə ədəd orta nətər tapırıq? Orta yaş ədəd orta deməkdir də. 3-ə bölürük, yəni onların sayına bölürük, cavab 10 olur. Deməli, buradan onların yaşlarının cəmi biz görürük ki, S bərabərdir 3 vur 10-a 30 olmalıymış ki, onların yaşlarının ədəd ortası 10 olsun. Deməli, 3 bacının yaşları cəmi 30-dur. 4 ildən sonra onların yaşları cəmi nəyə bərabər olacaq? Burada çox adam çaşa bilərdi. Götürüb üstünə 4 gəlirlər bu yaşların cəmi. Amma burada 3 dənə bacı var. Yəni, hərəsi 4 yaş artacağına görə 30-un üstünə 3 vur 4 gəlməliyik. Özləri də qəsdən 34-ü qoyublar ki, abituriyent çaşsın. 42 eləyəcək cavab. Bəli, burada da budur doğru cavab. Düzgün işləyən saat üzərində dəqiqə əqrəbinin 180 dərəcə dönməsi üçün 30 dəqiqə vaxt lazımdır. Bu onsuz da bizim bildiyimiz bir məlumatdır. Hətta bu formada çəkək. Bir dairə çəkək. İndi biz bilirik ki, bu dəqiqə əqrəbdə, saniyə əqrəbdə, saat əqrəbdə hamısı da bütün dönəndə, yəni 12-dən 12-yə çatanda ya da fərqi yoxdur ümumiyyətlə, bir dənə dövrü tamamlayanda 360 dərəcə dönmüş olur. O da dəqiqə əqrəbini bizə deyibdir. 30 dəqiqə də bu çevrənin yarısıdır. Yəni 360 dərəcənin yarısı, 180 dərəcə dönmüş olacaq. Onsuz da bizim bildiyimiz bir şeydir. Əsas sual ikinci cümlədədir, sual cümləsində. Saatları göstərən əqrəbin 60 dərəcə nə yazılıbdır? Saatları göstərən əqrəbin 60 dərəcə dönməsi üçün nə qədər vaxt lazım gələcək? İndi bizə saat əqrəbi deyibdir. Biz burada hətta saatları qeyd edib bir şey izah eləsəm daha yaxşı olar. Bura 12, bura 3-dür, 6, 9. Onda bura 7. İndi saatları göstərən əqrəbin 60 dərəcə dönməsi. Biz başa düşməliyik 60 dərəcə dönmə nə deməkdir? Burada bir saat əqrəbi olsun, biraz qısa. Saat əqrəbi yenə bir dövr tamamlayanda 360 dərəcə dönmüş olur. Onda başa düşək ki, hər bir saat dönəndə, yəni 1 saat keçdikdə saat əqrəbi nə qədər dönür? Deməli, neçə saat var? Bir dövrdə 12 saat olmuş olur. Yəni 360 dərəcəni bölürük 12 saata, görürük eləyir 30 dərəcə. Yəni hər 1 saat keçdikdə 30 dərəcə dönmüş olur bu saat əqrəbi. 60 dərəcə dönməsi üçün də, yəni 1 saata 30 dərəcədirsə, 2 saata da 60 dərəcə dönmüş olacaq. A bəndi. Bununla da biz bugünkü 2024-cü il ümumi qabiliyyət imtahanlar riyazi hissəsinin suallarını yekunlaşdırdıq. Sağ olun, salamat qalın.